الحمد لله على ما كان ونستعينه على ما يكون. ثم الصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيب إله العالمين سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد ابن عبد الله. ثم الصلاة والسلام على أخيه ووصيه وخليفته وابن عمه أمير المؤمنين وسيد الوصيين وإمام المتقين علي بن أبي طالب عليه السلام. ثم الصلاة والسلام على الصديقة الطاهرة الشهيدة المظلومة فاطمة الزهراء سيدة نساء العالمين. ثم الصلاة والسلام على سبط الرحمة وإمام الهدى الحسن والحسين سيدي شباب أهل الجنة أجمعين. ثم الصلاة والسلام على أئمة المسلمين وقادة المؤمنين علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي بن زكي العسكري والحجة بن الحسن القائم المنتظر المهدي. اللهم كن لوليك الحجة بن الحسن صلواتك عليه وعلى رباطه في هذه الساعات وفي كل ساعة وليا وحافظا وقائما وناصرا ودليلا وعينا حتى تسكنه أرضك توعا وتمتعه فيها طويلا. اللهم اجعلنا من أنصاره وأعوانه والمستشهدين بين يديه برحمتك يا أرحم الراحمين. عباد الله اوصيكم ونفسي بتقوى الله. Aziz mümin kardeşler ve mümin bazılar ikinci hutbede de Allah'ın salavatını, salam, rəhmət və bərəkətin Peyğəmbər və adi Peyğəmbərə göndərəndən sonra əvvəlcə özümü, sonra siz əzizləri təqvalı olmağa çağırıram və təqvanı tövsiyə edirəm. Allah Teala Quran-ı Kərimdə təqva barəsində buyurur ki, və libasu təqva zəlikə xeyr. Təqva libası ən xeyirli libasdır. İlahi sənan və izzət və cəlalı və bizi təqva libası ilə zinətlənənlərdən qərar verir. Amma ikinci xütbədə istəyirəm ki, bu keçən həftəmizdə ən əlamətdar hadisə olan İmam Rıza əleyhissalamın viladət məsələsinə işarə edək və əziz qonaqlarımız da məclisdədir. Mən həm öz adımdan, həm sizin adınızdan onlara xoş gəldin deyirəm. İnşallah cümə namazından sonra tədbir də olacaq və İmam Rıza əleyhissalamın mübarək və müqəddəs hərəminin bayrağı da inşallah ziyarət olunacaq. İmam Rıza əleyhissalamın əlbəttə bizim bütün Peyğəmbər və Ali Peyğəmbər, 14 mənsum, onların həyatı bizim üçün örnəkdir. Onların kəlamları bizim üçün meyardır, ölçü vahididir. Bütün imamlarımız bu cürdür, bütün Peyğəmbər və Ali Peyğəmbər bu cürdür və İmam Rıza əleyhissalam da imamlarımızın arasında, Peyğəmbər əhl-i beytin arasında cəmiyyətdə roluna görə, yaşadığı zamanda baş verən hadisələrə görə xüsusi önəm daşıyır. Əlbəttə, bu demək deyil ki, əstəğfirullah, nauzubillah, hansısa imamlarımızın önəmi azdır və yaxud biz onlara əhəmiyyəti az veririk. Əstəğfirullah, nauzubillah, 14 məsum hamısı bir nurdur, hamısı bir candır. Allahın salavatı və salamı olsun onlara. Amma imamlarımız öz yaşadığı zaman və məkandan asılı olaraq, şəraitdən asılı olaraq insan cəmiyyətinə, bəşəriyyətə verdiyi faydalara görə fərqləniblər. Bir imamımız elmlə xidmət edib bəşəriyyətə, insanlığa, digər imamımız öz qanı ilə bəşəriyyətə xidmət edib, digər imam və s. Bütün ona görə öz yaşadığı zaman və məkanda şəraitdən asılı olaraq imamlarımızın insan cəmiyyətinə, insanlığa verdiyi töhfələr müxtəlifdirlər. İmam Rıza əleyhissalamın yaşadığı zamanda xüsusi önəm kəsb elədiyinə görə və o zamanda baş verən müxtəlif cərəyanlar, hadisələr, məzhəblərin yaranmaları, fikir ayrılıqları, digər əznəbi fikirlərin İslama daxil olmaları və s. bütün qədim Yunan fikirləri, qədim Çin fikirləri və s. fikirlər həmin zamanda ərəb dilinə tərcümə olundu əsasən. Daxil olmaları İmam Rıza əleyhissalamın boynunda böyük məsuliyyət oldu və İmam Rıza əleyhissalam da bu məsuliyyəti layiqincə məlumdur ki, öhdəsindən gəldi. İmam Rıza əleyhissalamın həyatında mənim diqqətimi çəkən məsələlərdən biri budur ki, və elə bilirəm ki, burada oturanların da, siz əzizlərin, qulaq asanların da bunu az eşitmişsiniz və yaxud bəziləri ola bilsin eşitməsin, çünki ən az danışılan məsələlərdəndir. Harun ər-Rəşidin zamanında
İmam Rıza əleyhissalamın ailəsindən olan, yəni Peyğəmbər nəslindən, Bəni Haşimdən bəziləri Harunun zülmünə qarşı qiyam eləmişdilər. Harun Rəşid İsa Cəludini böyük bir qoşunla göndərir Mədiniyə və əmr edir ki, həmin bu qiyamçıların hamısını öldür, qətl elə və bununla kifayətlənmə. Bəni Haşimin Peyğəmbər evinə, Əhl-i Beyt evinə daxil ol və qiymətli nə varsa götür. Bircə libas saxlar, yəni bir paltar qalsın, qadınlar və kişilər üçün. Qalan nə varsa, onlardan müsadirə edir. İsa Cəludi bu cür deyir, gəlir və qiyamı yatızdırır, öldürənləri öldürür, qaçanlar qaçır və evin ağsaqqalı da, böyüyü də İmam Rıza əleyhissalamdır, amma İmam Rıza qiyama qoşulmuyor. Qoşunla gəlib İmamın evinin qarşısında qalır və buyurur ki, Harun Rəşidin məndə yazılı kağızı var, icazəsi var, mən evə girməliyəm və qiymətli nə varsa müsadirə etməliyəm. İmam Rıza əleyhissalam buyurur ki, sənin dediyin bütün evdə olan əmlaki mən özüm sənə verirəm, amma sən evə daxil olma. Bu özü bizim üçün çox böyük örnəkdir. Bəzən böyük bir məsələnin öhdəsindən gəlməkdən ötürü nəyisə qurban vermək. Bunu İmam Rıza əleyhissalam bizə öyrədir. Peyğəmbər evinin, Əhl-i Beyt evinin müqəddəsliyi sınmasın deyə, məsələn, bunu bəzən dar düşüncəli insan deyir, imam görəsən, rüşvət verir, filan edir. Yox, qardaşım, əzizim, məsələ bizim dar düşüncəmizlə yox, Peyğəmbər və Ali Peyğəmbərin uzaq görənliyi ilə baxmaq lazımdır. Onların dünya görüşü ilə, ilahi dünya görüşü baxmaq lazımdır məsələlərə. Evin kəraməti aradan getməsin, müqəddəsliyi aradan getməsin, ucuzlaşmasın. O niyyətdən bəri mən hazırım. Tarix yazır ki, İmam Rıza əleyhissalam bütün qadınların, qızların qulağındakı sırğalara qədər götürdü. Və hamısını yığdı, təbir verdi, onlar qayıtdılar. Zaman keçdi. Yenə həmən İsa Cəludini göndərdi, məmun ki, İmam Rızanı zorla Xorasana gətirdilir. İmam Rıza əleyhissalam Xorasana gələndə İsa Cəludi gözləmir, nə niyyətlə gəlib, gəldi, məmun bilir söz vəliəhdi təklif elədi İmam Rızıya və böyük ehtiram elədi zahirdə, böyük ehtiram elədi İmam Rıza əleyhissalama. Və bəzi Bəni Abbasıda olanlar o cümlədən İsa Cəludi də çox narahat oldu buna görə. Günlərin birində məmunla İmam Rıza əleyhissalam söhbət edib. İsa Cəludi daxil olanda məmun üzün çevirdi İmam Rızıya ki, bu sizə atamın dövründə də çox zülm edib, Bəni Haşimin, Peyğəmbər balalarına. İstəyirsənsə, mən bunu cəzalandırırım. İmam Rıza əleyhissalam məhəbbəti və qurban olub. Dedi ki, bağışla onu geçsin. Məmun da tutmuşdur. İsa Cəludi məmunla İmam Rızanın bu cür pıçıltı ilə danışdığını uzaqdan hiss elədi, özündə fikirləşdi ki, sözsüz ki, İmam Rızanın əlinə fürsət düşür, indi bundan qisas aldıracaq, məmuna deyəcək, bunu cəzalandır. Tez gəldi, heç nə soruşmadan qaldı məmunun qabağında, dedi, səni and verirəm, atam Harun Rəşidin sənin boynunda olan haqqına İmam Rızanın mənim barəmdə dediyi sözləri qəbul eləməm. Məmun üzünü çevirdi İmam Rızıya, dedi ki, Peyğəmbər babası, məni daha üzürlü sayıyım. Sən mənə bağışla demişdin, ancaq bu an verir məni ki, sən mənim barəmdə dediyi sözü qəbul eləməm. Əmr elədi ki, aparın salın zindana. Sonra lazım olan cəzasını da çatdı. Deməli, insan bu məsələdə çoxdur, belə ibrətli məsələlər çoxdur, amma ən bu günləri birini deyim sizə, o da bundan ibarətdir ki, insan öz aqibətini özü seçir. İnsan öz aqibətini nəyə layiqdirsə, insan onu da seçim edir. Şükürlər olsun Allaha ki, şükürlər olsun Allaha, yenə də şükürlər olsun Allaha ki, belə bir zamanda Rusiya kimi yerdə, Moskva kimi yerdə siz əzizləriniz Allahın evini seçmişsiniz.
Şükürlər olsun Allaha. Bunun üçün Allaha xüsusi bir şükür edin. İnsan çünki öz seçdiyinə layiqdir. Öz seçdiyinə layiqdir. İmam Rıza Aleyhisselam barəsində çox danışmaq olar ki, digər imamlar kimi, digər məsullar kimi, kəlamları ayrı bir məsələdir. Amma İmam Rıza Aleyhisselamın ki, sonralar Məmunun da qəzəbinə səbəb olan sözlərdən də biri budur ki, İmam Rıza Aleyhisselam Xorasana gələrkən çox mükəmməl bir hədis deyir və o hədisə də çox gözəl bir təliq edir, yəni ona bir izah verir. İmam Rıza Aleyhisselam Nişapur şəhərində olanda 100 minlərlə insanlar cəm olub, İmam Rıza Aleyhisselamdan Cəddi Rəsulullah barəsində bir hədis istəyirlər ki, Cəddi Rəsulullahdan bir hədis denən İmam Rıza Aleyhisselam buyurdu ki, mən atam İmam Musa Kazımdan, o atası İmam Sadiqdən, o atası İmam Babirdən, o atası İmam Ali ibn Hüseyndən, o atası İmam Hüseyndən, o atası İmam Əlidən, o Həzrəti Rəsulullahdan, o da Cəbraildən, o da Allahdan nəql edir. Ki, Allah Teala buyurdu, La ilahe illallah hisni və mən dəxələ hisni əminə min əzabi. Allah buyurur ki, La ilahe illallah mənim möhkəm qalamdır və hər kəs bu qalaya daxil olsa, əzabından amanda qalar. Əzabından amanda qalar. Ağa deyir, ravilər də yazırlar. İmam Rıza Aleyhisselam biraz sükut elədi və bəzi tarixlərdə daxil oldu xeyməsinə bir müddətdən sonra, birazdan sonra təzdən çıxdı. Buyurdu ki, bişərtiha və şurudiha. Amma bunun şərti və şurutu var. Fəənə min şurudiha. Və mən onun şərtiyəm. Doğrudan da zamanı imamına etiqad eləmək, İmam Hüseyin Aleyhisselamın sözündə də var. İmam Hüseyin Aleyhisselam buyuranda ki, İnnəllaha azza və cəl xəlqəl xəlqəl ya'rifuhu fə izə a'rafuhu əbəduhu və izə əbəduhu istəğnəv bi ibadətihi ən ibadəti ma sivah qilə ma ma'rifətullah قال عليه السلام معرفət imam zamanihi əlləzi yəcib ta'at. Ağa buyurdu ki, Allah Teala o zaman ki insanları yarattı, onu tanımaq üçün və insanlar Allahı tanısa, ona ibadət edərlər, Allaha ibadət eləsələr, Allahdan başqasına ibadət etməkdə ehtiyatsız olarlar. Yəni Allahdan başqasına möhtac olmazlar. Bu zaman biri durdu ayağa buyurdu ki, ya Hüseyin, nə deməkdir Allah tanımaq? Sən ki, deyirsən, Allah insanları Allah tanımaq üçün yaradır. Nə deməkdir Allah tanımaq? İmam Hüseyin Aleyhisselam cavab verdi ki, zamanı imamın tanımaq, o imam ki, Allah onun itaati vacib edir. Yəni, bunu bəziləri düzgün anlamasalar da, amma həqiqi mənası budur ki, zamanı imamın tanımaq. Çünki zamanı imamı, məsum imam bizə Allaha gedən yolu göstərir. Onlar bizə Allahı tanıtdırır. Onlar bizə Allahın həqiqətin, Allahın həqiqətin, yox Allahı tanıtdırır və Allahın naqis sifətləri Allahdan müraciət. Ona görə fikir verirsiniz, o müsəlmanlar ki, Əhl-i Beyt məzəbindən uzaq olublar, Əhl-i Beytdən uzaq düşüblər, kəlamlarından uzaq düşüblər, kiminsə şəhlərin, rəyləri götürüblər və onlara fikir verirsiniz ki, əqidələri doğrudur, Allaha cisim sifətləri verməklə, maddi sifətləri nisbət verməklə və s. Zamana imamın tanımaq, hansı ki o imamın ki itaətin Allah bizə vacib edib. Çünki zamana imamın tanımaq bizi la ilahe illallah'a aparır, bizi düzgün Allaha çatdırır. Ona görə İmam Rıza'nın da sözünün mənası budur əleyhissalamın. Buyurur ki, la ilahe illallah Allahın möhkəm qarasıdır, amma bir şərti var ki, mən onun şərtiyəm, İmam Rıza Aleyhisselamın oğludur, bütün İslam dünyası üçün, xüsusilə Əhl-i Beyt aşiqləri üçün İnşallah mübarək olsun. Allah Teala İmam Rıza Aleyhisselamın xatır öz xeyrin, bərəkəti bütün İslam dünyasına nazil eləsin inşallah. Və növbəti məsələ ki, həmişəki kimi İraq və Suriyada olan məsələlərdir. Amma yadınıza gəlirsə, mən elə burada cümə namazında o zaman ki, bəziləri inanmışdılar ki, güya doğrudan da Amerika və sair qüvvələr İraqda işıda qarşı müharibə elan ediblər və o zaman yadınıza gəlirsə, bu məsciddə mən sizə cümə namazında dedim ki, bu müharibə elan eləmək əslində müdafiədir. Əslində müdafiə eləməkdir.
Və doğrudan da bu günləri İraqdan gələn xəbərlər budur və döyüşün uzanmasına da səbəb budur. Çünki qardaşlar deyirlər, Allah onları hifz eləsin, Allah onları qalib eləsin inşallah. Deyirlər ki, nə vaxtı hücuma keçirir, bir kəndi, şəhəri azad eləmək istəyirik, o zaman görürük ki, Amerikanın təyyarələri gəlib arxadan bizim özümüzü bombalayır. İşğal adı ilə bizim özümüzü bombalayır. Məqsəd onları müdafiə eləməkdir, amma əlhamdülillah, Rəbbil aləmin şükürlər olsun Allaha ki, qabağa gedə bilməyirlər. Yəni, o ki, onlar ki, gözləyirdilər, ona nail ola bilmədilər və inşallah tezliklə Allah Teala onları məğlub eləsin inşallah. Və digər gedən proseslər ki var, istər Türkiyənin məsələsi, istər işədə qarşı Türkiyənin də mübarizəsi, əlbəttə bunlar da hamısı siyasi oyunlardır. Seyyid Həsən Nəsrullah Allah hifz eləsin, çox qiymətli, sadə, amma qiymətli bir söz dedi. O zaman ki, Türkiyənin baş naziri Davutoğlu deyəndə ki, işi təhlükədir müsəlman ölkələri üçün, Seyyid dedi ki, bu zaman ona demək lazımdır ki, səbbəkumullah bil xeyr, yəni sabahın xeyr olsun. Yəni, yuxudan indi ayırmışsan, bunu ərəb dilində yuxudan durana deyərlər. Yuxudan indi durmuşsan. 5 ildir, 6 ildir siz bunları yaradanda, siz bunları Suriyə salanda, müsəlmanların namusu tapdalananda, günahsız insanlar öldürüləndə, körpələr öldürüləndə, evlər dağıdılanda, o zaman siz özünüz bunlara dəstək verirdiniz, özünüz yaradırdınız. Nə oldu? Birdən-birə anladınız ki, bunlar region üçün təhlükədir, müsəlman ölkələr üçün təhlükədir. Nə baş verdi? Nə oldu görəsən? Bir gecənin içərisində sizin bu cür fikriniz dəyişildi. Məqsəd yenə də həmən məqsəddir. Məqsəd qorumaqdır. Müharibə adı ilə qorumaqdır. Çünki bu günləri işinin məğlubiyyəti göz qabağındadır. Gec tez məğlub olacaq, Allah tezləşdirsin, amma məğlub olacaq. Çünki xəyali bir varlığın ardınca düşüb, heç vaxtı müvəffəq olmaq olmaz. Xəyali bir vücudun, varlığın dalınca düşüb, qələbə çalmaq olmaz. Təəssüflər olsun ki, bəzi sadəlif müsəlmanlar inandılar bunlara və beyyət də eləyənlər oldu. Çox təəssüfləndirici haldır, təəccübləndirici bir haldır. Görün, İslam ölkələri, müsəlmanlar düşüncə baxımından nə qədər aşağıdırsa, elə bir insana beyyət elədilər ki, onun nə şəxsi bilinir, nə nəsəbi bilinir, nə nəcabəti bilinir, nə kimliyi bilinir, nə xardan olması bilinir, hansı məqsədə xidmət eləməsi bilinir. Buna baxmayaraq ki, ona beyyət edən insanlar var, dəstələr var, şəhərlər var, kəndlər var. Fikir verin, ona görə bizim boyumuza əzizlərindən böyük məsuliyyət düşür. Hamımızın, bütün müsəlmanların, sizin əzizlərin, insanları maarifləndirmədə, əgər bir insan İslamda xəlifənin olmasının, kim olmasının, xəlifənin sifətlərinə agah olsaydı, o heç zaman Əbu Bəkir Bağdadiyə beyyət eləməzdi. Qabaqlarda qardaşlardan biri qəşəng bir şəkil düzəltmişdi, mənim çox diqqətimi çəkdi. Çünki məzəlidir, amma gözəl. İnsana məna çatdırandır. Dedi, bizdən tələb edirlər ki, siz Əbu Bəkir Bağdadiyə beyyət edir. Yox, Əbu Bəkir Bağdadi deyir ki, mənə, ey müsəlmanlar, mənə beyyət edir, mən xəlifəyəm. Bunu yazandan sonra altdan öz sözünü yazmışdı. Yazmışdı ki, biz orijinal Əbu Bəkirə beyyət eləməmişik, saxtakar, sən hardan çıxdın? Qəşəng sözdür bu, orijinal nə deməkdir? Yəni, bunun ən azından atası bilinirdi kimdir? Anası bilinirdi kimdir? Bilinirdi ki, bu Məkkələr dünyaya gəlir, Məkkədə yaşayır. Onunla belə ilahi xəlifə, Allahın təyin elədiyi layiqli xəlifənin siması və sifətləri biz onda görmədik və ona görə beyyət eləmədik. Və eləməmişik, qanunu da saymırıq onun xəlifəliyi. Bunu heç biz gizlətmirik də, bu ayrı seçkilik də deyil. Bu bizim kimliyimizdir. Bu bizim şəxsiyyətimizdir, əqidəmizdir, inancımızdır. Bu ayrı seçkilik deyil, biz heç kəsi təhqir də eləmirik. Təhqir eləmirik, tohin eləmirik. Sadəcə biz deyirik ki, bu insanın xəlifəliyi qanuni deyil. Məsələ bundan gelir, bu da elmi məsələdir, dəlilləri var. Bu təhqir deyil əzizləri, bunu düz başa düşün. Deməli, hər bir insan yerindən çıxıb, saxta şəkildə kimlərin, hansı qüvvənin
təkidi ilə, köməyi ilə gələcək, özün xəlifə ilan edəcək, biz də ona beyyət edəcək. O hansı inandı, hansı İslamda, hansı dindir bu? Amma təəssüflər olsun ki, bəzi müsəlmanlar bunu elədilər, buna adlandılar. İstər İraqda, istər bəzi Suriyanın şəhərlərində. Amma əlhamdülillah, Rəbbil aləmin artıq dünya bilir, İslam ölkələri bilir, müsəlmanlar bilirlər, müsəlmanlar, xalqlar, millətlər bilirlər və Allahın köməyi ilə bu mübarizənin də sonu inşallah Allahın izni ilə bəllidir ki, Allah Teala İslamı və müsəlmanları bu zalim qövmün üzərində qalib edəcək inşallah. İlahi sənə and verir, İzzət və Cəlalı və Peyğəmbər və Ali Peyğəmbərə İslamı və müsəlmanları hər yerdə qalib edə. İslam düşmənləri zəlil-ü xar edə. İlahi pərverdigar aləm, istər Yəmənə hücum edən o zalim Səud rejimin məhvi nabud edə və istər İraqda və Suriyada günahsız insanlara zülm edənləri məhvi nabud edə. İlahi pərverdigar aləm, onlara dəstək və hami olanları da məhvi nabud edə. İlahi zamanımızın sahibi İmam Zaman ağanın zuhurunu tezləşdir edən. İlahi pərverdigar aləm, bizim ata-anamızın, valideynlərimiz, ustadlarımız, haqları boyumuzda olanların günahlarını bağışlar. İlahi bizi bağışlamamış bu dünyadan aparma. İlahi bizi dünyadan aparanda şəhid kimi, əməli salih, bəndə kimi aparma. İlahi pərverdigar aləm, bu məsciddə ibadət edənlərin, özlərinin istəyənlərin dünya və ahirətdə xoşbəxt edən. Dünyadan gedənlərin ruhunu şad edən. İlahi, əgər xəstələri varsa, xəstələrimizlə bahim şəfa ver. İlahi, əgər övlad arzusunda olan varsa, salih və salim övladlar nəsib edən. İlahi, pərverdigar aləm, Peyğəmbər və Ali Peyğəmbərin dünyada ziyarətin, ahirətdə şəfaətin bizə nəsib edən. İlahi, xüsusilə Kərbəla ziyarətin hamımıza nəsib edən. İlahi, pərverdigar aləm, səni and verir, İzzət və Cəlalına öz məhəbbəti və sevdiyin insanların, xüsusilə Peyğəmbər və Ali Peyğəmbərin məhəbbəti gün və gün qəlbimizdə artıq elə. İlahi, Rəbbimiz, xaliqimiz sənsən, bizi sən yaratmışsan və sən verirsən xeyrimizi və zərərimizi. İlahi, nə bizim xeyrimizədirsə haqqımızda müstəcab elə. İlahi, nə bizim zərərimizədirsə bizdən uzaq elə. Bu çətin anda, çətin zamanda ki, dünya krizis, iqtisadi böhran və s. İlahi, sən özün bu çətin anda xeyirli, bərəkətli yer üzərinə nazil elə. Xüsusilə o müsəlmanlar ki, burada hicrətdədirlər, mühacirdirlər, siz əzizlər, halal ruzudan ötürü köç eləmişsiniz, hicrət eləmişsiniz. İlahi pərverdigar aləm, bu insanların halal ruzuların bol elə gedir. İlahi pərverdigar aləm, dünyada istər siyasi baxımdan, istər iqtisadi baxımdan nə qədər çətinliklər varsa, müsəlmanların o çətinlikləri, məşəqqətləri həll elə. İlahi pərverdigar aləm, bizim dualarımızı, ibadətlərimizi bizdən qəbul elə. İlahi pərverdigar aləm, sənə and verir, İzzət və Cəlalığa, sənə ibadət etməyi, sənə layiqincə itaat etməkdə bizi müvəffəq elə. İlahi xeyrxah işlərdə, gözəl işlərdə bizləri vasitəçi qərar ver. İlahi pərverdigar aləm, sonuncu duamdır, o insanlar ki, bu istər cümə namazında, istər hər hansı bir müminlərin yığıncağında ki, gözləri var, dua istəyirlər, hacət istəyirlər, deyirlər, dualarımız, hacətlərimiz var. İlahi, o dua istəyənlərin, hacət istəyənlərin yanında bizi xəcalət deyirlər. Peyğəmbər və Ali Peyğəmbərə xatir olaraq hacətlərin rəva elə. İnə əhsənə hədith və bələğ və oysə kitabullah yəqul, əudu billahi minəşşeytanirracim, bismillahirrahmanirrahim. قل أعوذ برب الناس ملك الناس إله الناس من شر الوسواس الخناس الذي يوسوس في صدور الناس من الجنة والناس صدق الله العلي العظيم.